Salam, güləş sevərlər, Aktiv Life izləyiciləri. 2026-cı il 16-23 avqust tarixlərində Slovakiyada U20 güləş çempionatı keçirildi, dünya çempionatı. UVV-nin məlumatına görə 66 ölkə bu çempionatda 650 idmançı ilə təmsil olunur. Yunan Roma, qadın güləşi və sərbəst güləş. Nəticələr açıqlandı, yarış bitdi. Dünya sıralamasında klassiklərdə Azərbaycan 90 xalla 5-ci yeri tutdu, 67 xalla sərbəst güləş 6-cı yeri tutdu və 50 xalla qadın güləşimiz 7-ci yeri tutdu. Bu qədər ölkə arasında. Belə götürəndə son 5 ilin 2021, 22, 23, 24, 25, 26 deyək, ən yaxşı nəticələrindən biri oldu. Onu da vurğulayaq ki, yəni 9 medal pis medal deyil. Yəni o qədər ölkə arasında pis medal deyil. Sadəcə olaraq qızıl medalın sayının azlığına görə deyək və yaxud da ki, Azərbaycanın özünün ata idman növü kimi güləşi nəzərə alsaq, bizim üçün o qədər də ürək açan bir şey deyil. Məsələn, Rusiya, İran kimi ölkələr öndə yer tutur. Düzdür, onlar əhali sayı baxımından üstündürlər və ən azından deyək ki, məsəl üçün 50-60 milyon əhalinin arasından 10 idmançı çıxartmaq daha asandır. Nəinki 10 milyon əhalinin arasından 10 idmançı çıxartmaq. Amma yenə də təbrik edirəm. Azərbaycan Güləş Federasiyasını, güləş cəmiyyətini təbrik edirəm. Son, yenə də deyirəm, 5 ilin dünya çempionatları arasında U20-dən danışıram. Ən yaxşı nəticələrimizdən biri idi bu. Yəni, pis deyildi. Sadəcə, belə bir şey var burada. Azərbaycan güləşi ümumilikdə yaxşı idi, amma nədənsə bilmirəm, Yunan Roma sərbəst güləşdən daha üstündür. Elə bir yığmamızda legioner bildiyim qədərilə səhv bilmirəmsə yoxdur. Şeydə, nədir onun adı? Yığmada. Amma sərbəst güləşdə çoxdur. Yenə də nəticə, verimlilik Yunan Romada çoxdur, amma sərbəstdə azdır. Yəni bu belə götürəndə yenə də deyirəm, hamısı ümumi bizim adımızdır. Sadəcə bizim idmançılarda astronomiya əsasən sərbəst güləşdə nə çatışmır axı? Məşqçidir, var. Müəyyən bir köməklidir, var. Yəni psixoloji hazırlıq çatışmır, ya nədir bu belə? Yarışların azlığıdır. Yəni mən belə deyim ki, müəyyən bir zaman kəsiyində yarışlar keçirilir. Ödənişli yarışlar, kommersiya məqsədli yarışlar keçirilir. Sadəcə olaraq müəyyən uşaqların imkanları çatmır. Onu ödəyib geçsin, güləşsin və yaxud da ki, hər hansı bir şəkildə uşaqlar arxa plan atılır və yaxud da ki, nə bilim, uşaqlarla motivasiya xarakterli, motivasiya olsun deyə psixoloji söhbətlər olmur. Məsəl üçün, az uşaq var ki, az idman məşqçisi var ki, idmançı var ki, bu şeyə hazırdır psixoloji olaraq, həm məşqçi olaraq, həm də ki, idmançı olaraq. Mən bir dənə bu şeyi vurğulamaq istəyirəm ki, Ayxan Zavadov, maşallah olsun, super, 3 qat dünya çempionu arda-arda U17-də və U20-də dünya çempionu oldu. Müəllimi Aydın Süleymanov, Abşeron U20-nin klassik müəllimidir, Aydın müəllim. Demək olar ki, klassik güləşlə, Yunan Roma güləşlə məşğul olan hər bir kəs Aydın müəllimi tanıyır. Aydın müəllim həqiqətən də buradan təbrik edirəm. Yəni, Ayxan, maşallah, legend. Həqiqətən legend, döyüşçüdür. Döyüşçü yetişdirib Aydın müəllim, təbrik edirəm. Məsəl üçün, Hacı Kərimov gəldi, finalda uduzdu. Məncə, Hacı Kərimov əladır, maşallah olsun, Namiq Heybətov, o da Abşerondur. Super tələbə yetişdirib, əla tələbə yetişdirib. Sadəcə olaraq nə çatışmırdı? Mənim fikrimcə, mənim öz fikrimlə danışıram. Bir hakim olaraq, bir Azərbaycan Respublikasının bir hakimi olaraq və yaxud da ki, bir məşqçi olaraq deyim ki, mən elə müşahidə elədim ki, Hacı başdan çıxanda psixoloji olaraq hazır deyil. Fizioloji olaraq, texnik olaraq əla, mükəmməl. Söz demirəm ona. Yəni, o zaten özünün sözünü deyib.
Avropada axırıncı dəfə Avropada xal vermədən rəqiblərinə sözünü dedi. Erməni üzərində 12-0 qələbədə öz sözünü dedi. Amma sadəcə finalda psixoloji hazırlıq, motivasiya çatışmır. Yəni əslində bu motivasiya olsun, nə bilim, hər hansı bir bunlar peşəkarlığın bir hissəsidir. Bu çatışmırdı. Yəni burada müşahidə elədik biz. Məsəl üçün ikinci yerə çıxan Cavidan Nəhmətovdur səhv eləmirəmsə. Mən səhv eləmirəmsə onun müəlliminin adı Sənan İskəndərov olmalıdır. Maşallah olsun, uşaq əla, super, xoşum gəldi. Yəni qadın güləşi Azərbaycanda, yəni yaxşıdır hər şey, əladır. Sadəcə olaraq yenə dedim, biraz təkan lazımdır bunlara. Biraz nə çatışmır burada da, yəni nə çatışmır, oturub onları sonra müzakirə eləmək olar. Sadəcə olaraq qadın güləşində maşallah olsun Günay Qurbanovadır, sonra Ruzana Məmmədovadır. Düzün tam olaraq şəxsi məşqçilərini bilmirəm, yəni onlar kimlərdir, birdən ad çəkərəm, səhv çəkərəm. Yəni maşallah olsun, sağ əlləri başqa qızlarımızın başına olsun. Məsələn, Zəhradır, mənim güləşməyə xoşuma gəldi onun. Çox əla güləşirdi. Yəni, yenə də deyirəm, uşaqlar inkişaf olunmalıdır. İnkişaf üçün də müəyyən şeylər çatışmır. Yəni, nəticə olaraq əladır, amma biz bundan əlasına layiqik. Biz qızıl medallara layiqik. Mən məsəl üçün, onda vurğulayım ki, məsəl üçün, Yusif Dursunov var. Yusif Dursunov, yəni, xoşuma gəldi, həqiqətən də çox mənə ləzzət elədi. Böyük vestidə, yəni, bəlkə yetişə bilər, amma biraz təkan lazımdır. O təkan da həm maddi, həm mənəvi, həm psixoloji, həm fizioloji. İnşallah yaxşı olar. Yenə də özümə borc bildim bu haqda danışım. Nəticə etibarıyla AGF-ni təbrik edirəm. Şəxsi məşqçiləri təbrik edirəm. İdmançılarımızı, rezultat verən idmançılarımızı təbrik edirəm. Rezultat verməyən idmançılarımıza inşallah uğurlar arzu edirəm. Və sizdən xahiş edirəm, şərh bölməsində hər öz fikrini yazsa daha yaxşı olar və onun üzərindən nəsə hazırlayarıq. İdmançılarımıza nə çatışmır? Azərbaycan güləşində bugün nə çatışmır? Təşəkkür edirəm. Haqqınızı helal edin, çox sağ olun.